Salam əziz izləyicilərim. Bugün sizə içərisi sulu və yumuşaq, çölü isə xırçıltılı toyuq çubuqları hazırladım. Videoya keçməzdən əvvəl kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Bizi hansı bölgədən izlədiyinizi, həmin bölgənin hansı yeməyinin daha çox məşhur olduğunu və sizin ən sevdiyiniz yemək hansıdır? Bunu bizimlə rəylərdə bölüşün. Qaba bir stəkan ayran, yəni siz bunu süd ilə də əvəz edə bilərsiniz və hətta su ilə belə əvəz edə bilərsiniz. Üzərinə bir çay qaşığı qədər tomat pastası, biraz wasabi, o olmasa da olar, yerinə acılı bir şey istifadə edə bilərsiniz. 4 xörək qaşığı qədər duru yağ, biraz istiot, biraz duz. Yəni əlinizə nə ədviyyat keçdisə əlavə edə bilərsiniz. O zövqə görə dəyişir. Gördüyünüz kimi bunu yaxşıca qarışdırıram və yuyub təmizlədiyim, incə uzun doğradığım toyuq filesini bura əlavə edirəm. Son olaraq bir diş sarımsaq, bunu unutmuşdum öncədən əlavə etməyi. Bunu da əlavə edirəm və bunları bir-birinə yaxşıca qarışdırıram. Gördüyünüz kimi bu formada olur. Yəni üstünü örtəcək qədər olmalıdır. Bu formada olur. Bunu kənara alırıq. Bununla yemək üçün sos hazırlamaq istədim. Bunu da sizinlə bölüşürəm. Deməli, mən bir ədəd pomidordan, bir ədəd kiçik qırmızı soğandan və bir dənə də acı biber istifadə etdim. Bir çay qaşığı da tomat pastası. Bunu yaxşıca qarışdırdım blenderla. Siz kiçik-kiçik doğrayıb bişirə də bilərsiniz və bunu tavaya aldım. Bu tava mənim nənəmdən mənə qalan tavadır. Yəqin ki, hər bir evdə var bu tavadan. Bu tavanı da qoydum. Üzərinə bir xörək qaşığı qədər duru yağ, bu yapışmaması üçündür və biraz duz və istiot zövqə görə əlavə elədim. Gördüyünüz kimi siz buna da sarımsaq əlavə edə bilərsiniz, amma mən toyuqların içərisində vardı deyə bunu əlavə etmək istəmədim. Gördüyünüz kimi bunu bişirdim və mən sosu turşa şirin sos kimi etmək istədiyim üçün buna bir çay qaşığı qədər də nar şərab əlavə elədim. Siz evdə olan palçıq turşusundan da istifadə edə bilərsiniz və yaxud da heç istifadə etməyə də bilərsiniz. Sadə qala bilər. Gördüyünüz kimi bunu da qarışdırdım. İstidir, hələ soyuyacaq birazdan. Üzərini bulanmaq üçün isə toyuqlarımızın biraz undan istifadə elədim və biraz qabartma tozu, biraz da suxarik. Bunu da yaxşıca bir-birinə yedirirəm, bir-birinə qarışdırıram. Marinin içində olan toyuqları bir-bir gördüyünüz kimi, videoda görsənən kimi unlu, suxarikli bulamaya bulayıram və bunları bir qaba yığıram. Yəni bu işləmi hər birinə tətbiq elədim. Bu formada alınır. Yəni siz bunu da fərqli üsulla eləyə bilərsiniz. Sadəcə suxarik və ya sadəcə un ilə də edə bilərsiniz. Gördüyünüz kimi hamısını bulamışam. Yarısını suxariklə, hətta yarısını unlu eləmişəm. Yağı az öncədən qızdırmışdım. Və gördüyünüz kimi toyuqları buraya əlavə edirəm. Bir-bir ehtiyatlı olun. Əliniz yaş olmasın, yoxsa qaynar yağı sıçrayır. Əliniz yana bilər. Ehtiyatlı şəkildə toyuqları buraya əlavə edirəm. Bir-bir əlavə edirəm və bunları bişməyə aparırıq. Və budur, artıq hazırdır. Çox gözəldirlər. Göz haqqınızı halal eləyin. Rəylərdə hansı bölgədən bizi izlədiyinizi də qeyd etməyi unutmayın. Və bir də bölgələriniz hansı yeməkləri ilə məşhurdur, hansı yeməkləri sınamağımı istəyirsiniz, bunları hamısını qeyd edin.